Namaz qılansan sən? Varsa, yox. Və nəyə müdafiə edirsən? Niyə də eləmir? Yox, özün onun şeyi deyirsən, nəyə müdafiə Onun edirsən? fərqi yoxdur. Yəni mən namaz qılan və düzgün yanaşmaq lazımdır. İkinci gün mən səninlə oturmaram. Niyə ki öyle? Gözdə söz. Özü də çox qəşəng şey. Yox, bir də kitab götürüb oxusa ondan sərfəli olmaz səncə? Qardaş, bəlkə vaxtının bir hissəsini ona ayırır, bəlkə bir hissəsini ona ayırır. Yaxşı, sən niyə ayırmırsan? Yolu da göstərirsən, nə yardır? Bir də kitabdan alıb oxuya bilmirsən, kursuna onun nə adiyyatı var axı? Əssəlamu aleykum dəyərli izləyicilər. Bugün sizlər üçün yeni sosial eksperiment videosu çəkəcəyik. Şahin mənə yaxınlaşaraq yaxınlıqda məscid olub olmadığını soruşacaq, mən isə ona neqativ cavablar verəcəm. Beləliklə ətrafdakı insanların buna qarşı olan reaksiyalarını yoxlamış olacağıq. Hər vaxtınız xeyirli. Hər vaxt. Burada yaxında məscid olmaz mı? Məscid var bu yaxında, bilmirsiniz? Yox qardaş, məscid vaxtı. Qardaş, məscid vaxtı mən bilmirəm, tanımıram. Qabağda var, metro tərəfdə. Metro tərəfdə? Metrodan belə bir sola. Metrodan sola. Cavan oğlansan, gel bir dənə kitab aldın ha. Kitabla zaten oxur, başı Onun nə adiyyatı var axı? Nə? Onun nə adiyyatı var? Kitab da oxuyuram, ondan paralel ibadətim deyil. O əvvəlki dövrlər idi, o gedirlər məscidə. İbadət. Gedirlər məscidə, nə bilim, orada namazlarını qılır. Ən pis halda evində qıla bilmirsən. Qıla bilim, hazırda evimdə deyiləm, ona görə namazın vaxtıdır deyə. Məscidi niyə tikib də? Məscid O niyə? vaxtdan bu ilə ötürülməlidir belə şeylər qablağa. Çoxsu da elə bunlardan çıxır da. Necə şeylər çıxır? Onlardan çıxmır. Sən insana görə dini fərqləndirməməlisən. Din birdir. İnsanlar həmən dini fərqli-fərqli qəbul edir və qarşıdakilərə fərqli-fərqli ötürür. Amma sonuçda ən pis əmələ bunlardan çıxmır. Sən görürsən, bunlardan deyirsən. Bunlar kimdir? İnsanlardır. Yox, bunu sırf bunu nəzərdə tutmuram. Başa düşdün, bax, sən deyirsən bunlardan. Din təkdir. Aha, bəli. Sənsə bunlar Namaz qılansan sən? Varsa, yox. Və nəyə müdafiə edirsən? Niyə də eləmir? Yox, özün onun şeyi deyirsən, nəyə müdafiə Onun edirsən? fərqi yoxdur. Yəni mən namaz qılan və düzgün yanaşmaq lazımdır. Hə. Düşüncəmi bölünürəm. Bundansa bir dənə kursa getsə, ixtisasını öyrənsə, tələbəsən, ixtisasla deyirəm. İxtisasını öyrənsə bundan daha xeyirlidir. Ona əngəl olmur axı, gündə həm onu eləsin, həm bunu eləsin. Ürəyi nə istəyir, onu eləsin. Ürəyi necə xoşsa, yaşamaq o necə xoşsa, o elə seçməlidir. Sən də xoş kimi İslamı qəbul etmisən. Təbii ki. Heç nə öyrəsin, Allah işinə van etsin. Yaxında var deyirsiniz? Var, Sağ olun. sağ ol. Abi öz uşağımızdır, eksperiment çəkirdi. Allah səndən razı olsun. Kamerada orada arxada. Əl elə, əl. Allah səndən razı olsun. Elə bu cavab lazım idi bizə. Öz qardaşımızdır elə. İnşallah Allah səni də nəsib eləyə qılarsan. Deyir ki, müəyyən müddət saxlamışam. İnşallah başlayaq, bismillah elə başlayaq Allahın izni ilə. Özü kanaldır elə. İsra kanalı. Vaxtınız xeyir olsun. Hər vaxt. Yaxında məscid kimi bir yer yoxdur, bilmirsiniz? Məscid. Bir dənə oradadır, başqa. Məscid vaxtı qardaş, Allah kömək olmuşsun. Namazın vaxtıdır, ona görə soruşsun. Yox, ondan sonra da xeyirli bir işlə məşğul, özünə xeyri olan bir işlə məşğul ol. Yolda görsərsən, cavan uşaqdır, otur bir dərsən də bir kitab oxu, götür əlinə bir kitab oxu, dil öyrən. Kitab da oxuyuram, ondan paralel elmin artır. Tələbəsən? Yoxdur axı buna. Tələbəsən? Ged bir dərsini oxu da, qardaş. Qardaş, əvvəl idi o köhnələrin. Necə? Dinə bir şey bilmir, nətədir əvvəlidir. Əksində indi dinə bağlı olmasın. Allah qəbul etsin. Çox sağ ol. Sən qalx belə yuxarıdan. Çox sağ ol. İkinci gün mən səninlə oturmaram. Niyə ki öyle? Gözdə söz. Sağ ol, baxsız. Bu yaxında məscid haradır bilmirsiniz? Necə getmək olur? Lahiyə. Məscid vaxtı qardaş. Azan oxunur, namazın vaxtı ona görə. Cavan oğlansan deyib bir kitabdan zatdan al oxu da, vaxtını sərf edə. Yox, bilmirəm qardaş. Get sən məscid vaxtı. Bəli. Bəli. Belə geçsən çıxaram ora. Metronun yanından sola dönürsən. Bəli. Düz gedirsən axına kimi, Bakı dövlətli. Yolu da göstərirsən, nə qardaş?
bir kitabdan alıb oxuya bilmirsən, kursuna Onun getdin, nə adiyyəti ondan var axı? Baxma. Hamıya şamil eləmək olmaz ha. Ondan sonra tələbəsən, Aha, tələbə. ondan sonra gedib dərsini oxuya bilməz. Və hamısı vaxtın hamısı ona sərf eləyə bilməz. Yox, daha savadlı olsun, daha elm. Motivasiyadır sənin namazın. Telefonu necə gündə 5 dəfə zəng Tam matvar. Namaz qılırsınız? Niyə getmişsiniz bə? Deyirsiz. Ha. Gahda söhbət elə, onsuz azan verilir. O namazın ona nə daxili yoxdur axı, o motivasiya kimidir namaz. Namaz elə ki, sən Allah Rəbbinlə söhbət edirsən. Hələ biz səndən razıyıq, Allah razı olsun səndən. Sosial eksperimentdə elə qardaş da öz qardaşımızdır. Video hardadır da bilmirəm axı. Paylaşmada bir problem yoxdur ki. Allah razı olsun. Aslında belə tip adam axtarırıq ki, sualımıza bir düzgün cavab versin. Çox adamda şeydən, hörmətdən, nə bilim falan belə danışır. Yəni bu cavabı verən çox azdır. Allah razı olsun ki, müdafiə eləyirsiniz. Yəni əsli olan, haqqı olanı müdafiə eləyirsiniz. Allah namazı qılır. Cümləmizin qardaş. Allah razı olsun. Sağ ol. Hər vaxtınız xeyir olsun. Buralarda məhsil kimi bir yer var bilmirsiniz. Məscid vaxtıdır qardaş. Namazın vaxtıdır, ona görə namaz qılmaz. Məscid soruşursan. Məscidən. Burada baş tərəfin qabağına çıx. Bəli. Diklər yuxarıya qalxan yol görürsən. Orada ilahiyyat mətni. Üzr istəyirəm qardaş. Ondan sonra bir kitab oxusan daha sərfəli olmazsa, daha Onunla yaxşı nə olmaz. adiyyət var axı? Yəni Ha, kitab da vaxtını- oxuyuram, ibadətimi də edirəm belə. İşimdən də məşğulam. ibadətə ayırdığın vaxtın hamısını elminə sərf eləyə bilmərsən. Onda mənim çox vaxtım almır ki, gündə heç 1 saatımı almır belə. Fərq eləmir də miqdarının vaxtı. Deməyizdən məqsəd nədir ki bunun? Yəni o demək istəyirəm ki, əvvəl idi, əvvəlki dövrlər idi, məscid falan. Belə də ki, evində də qala bilərsən də ona. Tamam, evimdə də qılıram, sadəcə hal-hazırda namazın vaxtı olduğu üçün dedim məscid. Bu ayırdığı vaxtı gedib elminə ayırsa daha yaxşı olmaz. Və onun hər bir şey. Tələbəsiz siz də? Hə. Hə siz də namaz qılırsınız? Deyil. Yəni vaxtı ayırırsınızsa, namazına ayırdığınız vaxtı buna Yəni ayırırsınızsa. onlara əstəğfurullah pis baxmaq kimi bir şey eləmirəm. Yəni bu Quranlar çox da yaxşı idi, ibadət özü də çox qəşəng bir şeydir. Yox, bir də kitab götürüb oxusa ondan sərfəli olmaz səncə? Qardaş, bəlkə vaxtının bir hissəsini ona ayırır, bəlkə bir hissəsini ona ayırır. Yaxşı, sən niyə ayırmırsan? Mən düzgün deyim, yəni düzgün görə bilmirəm. Amma ki, çox istəyirəm, hə, ibadətlə məşğul olum. Onda deyirsən, düzgün eləyir də, gedir. Əlbəttə ki, hər insanın inancı özünə görədir. Yəni, Biz bir də yaxında var, hə. bir də kitab götürüb oxusa sərf eləməzlər. Gedirsən Sağ ol. eləsə. Yaxşı, sağ olun qardaş. Sağ ol. Sağ ol. Məncə bir də kitab götürüb oxusa ondan daha yaxşı olur. Doğrudan, ibadət hər insanın yəni inancı özünə görə olan bir şeydir. Yəni onun dininə görə yəni o məcburidir. Bizim də inancımıza görə məcburidir. Müsəlmansınız siz də. Və özünüz nə eləmirsiniz deyirsiniz. Bizdə də vacibdir. Biz sözdə müsəlmanlarıq, qardaş İslamın yolunu deyil. Biz sözdə müsəlmanlarıq, qardaş İslamın yolunu deyil. Allah şaman deyil. Hər vaxtınız xeyir olsun. Şu yaxında məscid bilmirsiniz var yox. Məscid var, vaxtı qardaş. Məscid vaxtı qardaş. Tələbəsən, hə? Bəli, tələbə. Bir də kitabdan zaldan almış. Onu adət yoxdur, kitab da oxuyuram. Vaxt sərf İbadət eləmirsən oraya gedir. gündə 1 saatım olmur. Siz Mən sənə bilmirəm, Bakı qabağına qalxırsan, orada sonra oradan soruş deyəcəklərsən. Bu parkdan da düşsən, aşağıya düşsən parkdır. Qardaş, yolda baş salırsınız, gedir ora. Bundan sonra bir dənə gedib kursa yazır. Tələbəsiz siz? Ya oxşamırsınız. Hə. Bir də kursa cavan uşaqdır özdə. bəli, namaz. Yox, ibadət vaxtın kursuna sərf eləyə bilməz. Namaz qılsınız. Siz də qılsınız, qardaş. Qanun burada qılmalı yox. Nə qanun? 2 yerdir. Namaz dində qanundur ki, qılmalısa borcun. Sən qardaşlar belə düş oradan. Oradan soruş kimdənsə deyəcək, göstərəcək. 100 metr qalxsan məscid var. Tamam, çox sağ ol. Allah razı olsun. Sağ ol. Adamlara yaxınlaşırıq. Adamlar şey eləmir. Müdafiə edən yoxdur. Biri deyir ki, nə bilim, tolerant yaraşaq, biri bir fikrinə hörmət eləyək. Mənim fikrimə belə hörmət eləyər, mənim fikrimə yəni hörmət eləyirsən.
haqqı olanı müdafiə etmək lazımdır. Biz elə belə yoxlayırıq. Görək nə deyir adamlar. Allah razı olsun qardaş sizə.